Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayılı, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları arasında və Xəzər dənizinə yaxın olan şərq ərazilərində may ayının 2-ci və 3-cü 10 günlük ərzində hava şəraitindəki tez-tez dəyişikliyin davam etməsi gözlənilir. Yəni bu tendensiyanın intensiv şəkildə davam etməsi gözlənilir. Günün aylar saatlarında hava şəraitində kəskin dəyişiklik gözlənilir. Xüsusən də topa yağış buludları üçün xarakterik olan bir zaman keçiyi günorta saatlarından sonra, yəni günün ikinci yarısı və axşam saatlarına doğru topa yağış buludlarının daha da güclənməsi müşahidə edilir və nəticədə konvektiv aktivliyin şiddətlənməsi nəticəsində supersel buludlarının da formalaşması riski var ki, nəticədə yağıntıların qısa müddət ərzində intensiv, güclü və lokal xarakterli şiddətli yağması ehtimalı var. Eyni zamanda dolu yağması riski də var. Xüsusilə dolunun diametrinin bir il iridənli yağması ehtimalı var. Yağıntıların yağdığı ərazilərdə isə yağıntılarla bərabər küləklərin də güclənməsi gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda may ayının 2-ci və 3-cü 10 günlük ərzində gürsulluğun davam etməsi gözlənilir və sel daşqın hadisələrində əvvəlki illərlə müqayisədə 4-5 dəqiqədə artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatları kanalda yayınlanacaq. Bu prosesin fasilələrlə 2025-ci ilin iyun ayı ərzində də davam etməsi riskinin artması gözlənilir. Proses nəticəsində Qazax, Ağstafa, Tovuz, Şəmşir, Gəncə, Mingəçevir, Göyçay, Goranbəy ərazilərində, eyni zamanda Naftalan ərazisində və Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində, Füzuli, Cəbrayıl ərazisində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də may ayının 2-ci və 3-cü 10 günlük ərzində hava şəraitindəki dəyişikliyin tez-tez təkrarlanması gözlənilir. Yağıntıların lokal leysan xarakterli, qısa müddətli, intensiv və güclü olması ehtimalı var. Xüsusilə də günün ikinci yarısında və axşam saatlarına doğru Kiçik Qafqaz rayonları arasında da topa yağış buludlarının güclü şəkildə inkişafı gözlənilir ki, nəticədə yağıntıların da günün ikinci yarısında və axşam saatlarına doğru intensiv və güclü olması ehtimalı var. Proses nəticəsində ərazidən axan çaylarda gürsulluğun may ayının 2-ci və 3-cü 10 günlük ərzində də davam etməsi gözlənilir və nəticədə sel daşqın hadisələrində 4-5 dəqiqədə artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Mövcud tendensiyanın, yəni hava şəraitindəki tez-tez dəyişikliyin troposferin orta qatlarındakı atmosfer təzyiqindəki kəskin tərəddüdlərin 2025-ci ilin iyun ayı ərzində də təkrarlanması riski var. Eyni zamanda Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, eyni zamanda Ağcabədi, Beyləqan, Bərdə, Tərdər ərazilərində və Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində, eyni zamanda Ucar, İmişli və Zərdab ərazilərində də may ayının 2-ci və 3-cü 10 günlük ərzində hava şəraitində tez-tez dəyişiklik gözlənilir. Xüsusilə də Azərbaycanın şimal-qərb, qərb və cənub-qərb rayonları ərazisində formalaşması gözlənən topa yağış buludlarının Mərkəzi Aran rayonları arasında da keçməsi riski var ki, nəticədə hava şəraitinin xüsusən də günün ikinci yarısında və axşam saatlarına doğru tez-tez dəyişilməsi gözlənilir. Yəni may ayının 2-ci və 3-cü 10 günlük ərzində də hava şəraitindəki dəyişikliyin davam etməsi gözlənilir və nəticədə Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Varaz çayındakı gürsulluğun daha da artması riski var. Eyni zamanda Mərkəzi Aran rayonları arasından axan su kanallarında da gürsulluq gözlənilir və proses nəticəsində yerdəki qurut sularının da yer səthinə çıxması nəticəsində Mərkəzi Aran rayonları arasında su basma hadisələrində artım ehtimalı var. Xüsusilə də 2010-cu ildəki geniş miqyaslı Kür daşqınları riskini nəzərə almaq lazımdır. Nəticədə Mərkəzi Aran rayonları ərazisində, xüsusən də Kür ərazisində, Kür çayına yaxın olan rayonlarda qabaqlar tələblərin görülməsi vacib sayılır. Xüsusilə də may ayının 2-ci və 3-cü 10 günlük ərzində və 2025-ci ilin iyul ayı ərzində daşqın riskinin əvvəlki illərin müqayisədə daha da artması gözlənilir ki, nəticədə bu da bir sıra təsərrüfat sahələrinə mənfi təsirlər edə bilər. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Cəlilabad, Masallı, Lənkəran, Astara, Leriş və yardımlı ərazilərində də may ayının 2-ci və 3-cü 10 günlük ərzində hava şəraitindəki tez-tez dəyişikliyin davam etməsi gözlənilir. Yəni hava şəraitindəki tez-tez dəyişikliyin davam etməsi gözlənilir. Proses nəticəsində xüsusilə günün ikinci yarısında və axşam saatlarına doğru Azərbaycanın cənub-qərb rayonları arasında formalaşması gözlənilən topa yağış buludlarının Cəlilabad, Astara ərazilərinə də daxil olması gözlənilir. Nəticədə hava şəraitində dəyişiklik nəticəsində xüsusilə də günün ikinci yarısında və axşam saatlarına doğru yağıntıların qısa müddət ərzində intensiv və güclü olması ehtimalı var. Proses nəticəsində, yəni
topa yağış buludlarının daha da güclənməsi riski var ki, bu da iqlim dəyişikliyi nəticəsində qısa müddət ərzində konvektiv aktivliyin şiddətlənməsi müşahidə edilə bilər. Bu da topa yağış buludlarının şiddətli inkişafı nəticəsində termodinamik qararsızlığın daha da artması gözlənilir və nəticədə supersel buludların da formalaşması riski var. Bu proses baş verərsə, Cəlilabad Astara ərazilərindəki yağıntıların qısa müddət ərzində şiddətli olması riski var. Nəticədə eyni zamanda yağan dolunun diametrinin də bir qədər iri dənli dolu yağması gözlənilir. Yəni təxminən 3-5 sm-ə qədər dolunun diametrinin 3-5 sm-ə qədər və ondan daha artıq bir miqdarda iri dənli dolu yağması riski var. Bu proses iqlim dəyişikliyi nəticəsində topa yağış buludlarının qısa müddət ərzində güclənməsi nəticəsində baş verir. Nəticədə buluddakı qararsızlığın artması nəticəsində buludun keçdiyi ərazilərdə leysan yağışlarla bərabər iri dənli dolu yağışlarının yağması müşahidə edilir. Eyni zamanda küləklərin də güclənməsi müşahidə edilir. Bu tip təbii hadisələr bir sıra təsərrüfat sahələrinə zərərlərlə nəticələnə bilər. Nəticədə bu hava şəraitindən əvvəl bir sıra qabalarız tədbirlərin görülməsi vacib sayıla bilər. 2025-ci ilin iyun ayı ərzində də Azərbaycan ərazisində hava şəraitində tez-tez dəyişiklik gözlənilir. Nəticədə Cəlilabad Astara ərazilərində də hava şəraitindəki dəyişikliyin əvvəlki illərin iyun ayları ilə müqayisədə 2025-ci ilin iyun ayında daha da artması riski var. Bu barədə yenilənmiş məlumatları kanalda yayımlanacaq. Bu müddət ərzində Bakı-Abşeron Sumqayıt arasında hava şəraitində kəskin dəyişiklik riski aşağı ehtimal olsa da, bunu nəzərə almaq lazımdır ki, Azərbaycanın şimal-qərb, qərb və cənub-qərb rayonları arasında formalaşması gözlənən güclü topa yağış buludlarının müəyyən hissələrinin də Bakı-Abşeron Sumqayıt arasında daxil olması riski var. Bu proses nəticəsində Bakı-Abşeron Sumqayıt arasında da günün xüsusilə də ikinci yarısında və axşam saatlarına doğru havada buludluğun artması gözlənilir və lokal xarakterli şimşək çaxması, qısa müddətli yağış yağması ehtimalı var. Proses daimi olaraq izlənilir. Bakı-Abşeron Sumqayıt arasında yaxınlaşması gözlənilən supersel buludlarının əvvəlcədən təxminən ən geci 1 saat, 2 saat qalmaq bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Çünki Azərbaycanın coğrafi mövqeyi də bir qədər mürəkkəb bir ərazidə yerləşir. Nəticədə Azərbaycanın şimal-qərb ərazilərindən və cənub-qərb ərazilərindən keçməsi gözlənilən güclü topa yağış buludlarının Bakı-Abşeron Sumqayıt ərazilərlə daxil olması riski var. Bu risk əgər müşahidə edilərsə, əvvəlcədən kanalda xəbərdarlıq məlumatları yayımlanacaq. Yəni bu risk nəticəsində əgər topa yağış buludlarının, supersel buludlarının Bakı-Abşeron Sumqayıt ərazisinə daxil olması müşahidə edilərsə real zaman ərzində, nəticədə Bakıda da dolu yağması riski var, leysan yağışlarının güclü yağması riski var, ildırım riskinin də artması gözlənilir. Çünki bu topa yağış buludlarının ərazidən keçdiyi ərazilərdə, yəni topa yağış buludlarının keçdiyi ərazilərdə, istər şəhər ərazisi olsun, istər kənd ərazisi olsun, həmin ərazidə hava şəraiti qısa müddət ərzində kəskin dəyişilir. Buluddakı termodinamik qararsızlığın kəskinləşməsi nəticəsində yağan dolunun diametri bir qədər iri dənli yağa bilir. Eyni zamanda proses güclü kütlələrlə müşahidə edilir. Çünki yüksələn bulud, yəni isti hava kütlələri sürətlə troposferin orta və yuxarı qatlarına doğru yüksəlir. Hətta bəzən Azərbaycan ərazisi üçün xarakterik olmayan bir miqdarda yüksəlmə baş verir ki, nəticədə topa yağış buludlarının maksimal tavan yüksəkliyi hətta 15-19 km-ə qədər çata bilir ki, bu da çox güclü bir iri dənli dolu yağışlarına səbəb ola bilər. Çünki buludun taban yüksəkliyi troposferin yuxarı qatlarına doğru yüksəldikcə havanın temperaturu troposferin yuxarı qatlarında çox aşağı olur. Bu da dolunun diametrinin daha da böyük iri dənli yağmasına səbəb olur. Bu tip proseslər xüsusilə də iqlim dəyişikliyi nəticəsində son dövrlərdə Azərbaycan ərazisində də tez-tez təkrarlanması gözlənilir bu proseslərin və ən böyük risk isə Böyük Qafqaz rayonları arasında yerləşən rayonlardır. Gəncə Qazax ərazisidir. Eyni zamanda Kiçik Qafqaz rayonları arasında yerləşən rayonlardır və Naxçıvan ərazisində, Mərkəzi Aran rayonlarında və Cəlilabad Astara ərazilərində bu tip kəskin atmosfer hadisələrinin və dağıdıcı hidroloji hadisələrin artımında artım tendensiyasının intensivliyinin daha da artması gözlənilir və bu buludların dağılmadan, yəni gücünü itirmədən Bakı-Abşeron Sumqayıt arasında da daxil olması riski var. Yəni bu risk nəzərə alınmalıdır. Nəticədə qısa müddət ərzində Bakıda da hava şəraitinin kəskinləşməsi gözlənilə bilər. Yəni bu barədə bu proses real zaman ərzində baş verərsə, kanalda qabaqlayıcı məlumatların yayımlanması gözlənilir. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi 2025-ci ilin
yaz və yay aylarında Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitindəki dəyişikliklərin əvvəlki illərin müqayisədə daha tez-tez baş verməsi gözlənilir. Bu dəyişikliklər digər bir yandan havanın temperaturundakı kəskin tərəddüdlərlə müşahidə edilə bilər. Xüsusən də havanın temperaturunun aylar günlərdə 35, 40, 45 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Bu da topa yağış buludlarının güclü inkişafına səbəb ola bilər və sonraki günlərdə isə topa yağış buludlarının formalaşdığı dövrlərdə isə hava şəraitində kəskin dəyişiklik gözlənilə bilər. Nəticədə bu da iri dənəli dolu yağışlara səbəb olması gözlənilir. Düşən leysan yağışlarının, yəni qısa müddət ərzində əraziyə çox güclü, şiddətli və ekstremal dərəcədə bir miqdarda, yəni çoxillik iqlim göstəricilərindən, çoxillik iqlim miqdarından əraziyə qısa müddət ərzində daha da güclü bir yağıntılar düşə bilər ki, bu da daşqının miqyasını artıra bilər, sel hadisələrində artım gözlənilir və çaylardakı gürsulluğun 2025-ci il ərzində əvvəlki illərin müqayisədə 4-5 dəfədə artması gözlənilir. Xüsusilə də 2025-ci ilin payız dövründə iqlim dəyişikliyi nəticəsində Xəzər dənizinə yaxınlanan şərq rayonlarında Bakı, Abşeron, Sumqayıt ərazisində leysan yağışlarının davamiyyətinin və intensivliyinin kəskin artması gözlənilir. Xüsusilə də 2025-ci ilin oktyabr ayında Azərbaycan arasında kəskin hava şəraiti olan günlərin sayında artım gözlənilir. Bu da xüsusilə də Qərbi Sibirdəki soyuq antisiklonik bloklanmanın 2025-ci ilin oktyabr ayında əvvəlki dövrlərlə müqayisədə daha tez baş verməsi gözlənilir. Nəticədə qış fəslinin bir qədər Cənubi Qafqaz ərazisindən vaxtından əvvəl gəlməsi riski var. Bu proses nəticəsində Xəzər dənizindəki dəniz suyu temperaturlarının da kəskin yüksəlməsi artıq gözlənilir. İyul, avqust və sentyabr aylarında və oktyabr ayında hava şəraitinin birdən-birə güclü soyuması riski var. Bu proses nəticəsində güclü leysan yağışlarının yağması gözlənilir. Xüsusilə də Xəzər dənizinin yaxınlanan şərq rayonlarında, Böyük Qafqazın şimal-şərqində və Bakı, Abşeron, Sumqayıt ərazisində, Quba, Qusar, Xasmaz, Şabran, Siyəzən, Xızar ərazilərindəki yanğıtların əvvəlki dövrlərlə müqayisədə 4-6 dəfədə artması gözlənilir. Bakı, Abşeron, Sumqayıt arasındakı illik yanğıtın miqdarının çoxillik göstərici 250-300 mm-dir illik yağıntı. Bu yanğıtların 750-800 mm-ə qədər artması ehtimalı var. Yəni proses nəticəsində əraziyə qısa müddət ərzində güclü yağışların yağması gözlənilir ki, bu da Bakı, Abşeron, Sumqayıt arasındakı əvvəlki dövrlərdə, yəni 50-70 il bundan əvvəlki dövrlərdə su basmaya məruz qalmış ərazilərdə yenidən su basma hadisələrinin təkrarlanması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.